Salam əziz izləyicilər. Bugünkü mövzumuz cümlənin məqsəd və intonasiyaya görə növlər olacaq. Qeyd edək ki, onlayn dərslər üçün 050 735 75 63 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək mövzumuza. Deməli, cümlənin məqsəd və intonasiyaya görə növlər dedikdə biz nəyi nəzərdə tuturuq? Sadə cümlənin biri var şəxsə görə növləri, bir də var məqsəd və intonasiyaya görə növləri. Şəxsə görə növlər dedikdə bu müəyyən şəxsdir, qeyri-müəyyən şəxsdir, ümumi şəxsdir və digərlərini nəzərdə tuturuq ki, bu başqa bir mövzudur. Bir də cümlənin məqsəd və intonasiyaya görə növü. Yəni biz cümləni hansı məqsədlə işlədirik və bu məqsəddən asılı olaraq da intonasiyamız tənzimlənir. Bunlar hansılardır? Birinci, nəqli cümlə. Sonra sual cümləsi. Üçüncü, əmr cümləsi. Dördüncüsü olacaq nida cümləsi. Hal-hazırda biz nəqli cümlədən danışsaq. Nəqli cümlə müəyyən bir hadisə haqqında, əhvalat haqqında, müəyyən bir anlayış, fakt haqqında məlumat vermək məqsədlə işlənilən cümlələrdir. Deməli, nəqli cümlə nə oldu? Məlumat xarakterli, məlumat vermək məqsədi ilə işlədilən cümlələr. Nəqli cümlə məlumat vermək məqsədli işlənilən cümlələr oldu ki, nəqli cümlələrin sonunda biz adətən nöqtə işarəsindən istifadə edərik. Bir adi nəqli cümlə yazsaq, bugün hava olduqca soyuqdur. Sonunda da nöqtə işarəmizi qoyaq. Yəni, nəqli cümlələrdə qeyri-adi bir şeylər yoxdur. Sadəcə bilməliyik ki, nəqli cümlə məlumat xarakterli cümlələrdir. Nəqli cümlələr həm ismi xəbərli ola bilər, həm də feili xəbərli. Məsələn, bugün hava olduqca soyuqdur. Bu olacaq ismi xəbərli cümlə. Və yaxud da yazsaq ki, hamı birlikdə qalacaq. Hamı birlikdə qalacaq. Burada isə biz görürük ki, artıq cümləmiz feili xəbərli cümlə olmuş oldu. Nəqli cümlə deməli ismi xəbərli də olar, feili xəbərli də ola bilər və biz bilməliyik ki, nəqli cümlə feilin əmr şəkli ilə, yəni nəqli cümlənin xəbəri feilin əmr şəkli ilə ifadə olunmaz. Digər şəkillərdə isə rahatlıqla ifadə oluna bilər. İkinci cümlə tipimiz olacaq sual cümləsi. Sual cümləsinin sonunda biz təbii ki, sual işarəsini istifadə edərik. Sual cümləsi müəyyən mənada nəqli cümlənin əksi olacaq. Nəqli cümlə məlumat vermək xarakterli cümlələri isə, yəni məlumat ötürmək məqsədi ilə işlənirdisə, sual cümləsi məlumat almaq məqsədi ilə. Məlumat almaq məqsədli işlədilən cümlələrimizdir. Sual cümlələri deməli nə oldu? Məlumat almaq məqsədi ilə işlədilən cümlələr. Sual cümlələrini biz müxtəlif yollardan yarada bilərik. Birincisi, qeyd edək ki, intonasiya vasitəsilə. Məsəl üçün, sən də gedəcəksən. Sən də gedəcəksən. Burada gördüyünüz kimi xüsusi bir hər hansısa belə deyək, nə əvəzliyimiz var, nə ədatımız var. Yalnız intonasiyadan istifadə etmişik. Sən də gedəcəksən. Və bəzi sual cümlələri var ki, sondakı duruq işarələr verilməsə, yəni bizə şərt verə bilər ki, duruq işarəsi buraxılmışdır. Cümləni həm nəqli cümlə kimi düşünmək olar, həm də sual cümləsi kimi düşünmək olar. İkinci, olacaq sual ədatları vasitəsilə. Sual ədatı. Məsələn, bəs sən gedəcəksən. Artıq gördüyünüz kimi bu cümlədə sual ədatı olduğu üçün biz bu cümləni nəqli cümləyə çevirə bilmərik. Amma yuxarıdakı sən də gedəcəksən. İntonasiyamızı dəyişməklə, sırf intonasiya vasitəsilə cümləni nəql edə bilərik.
sual cümləsi deyə bilərik. Yuxarıdakı cümlədən, birinci cümlədən söhbət gedir. Ancaq sual ədatı vasitəsilə yaranan sual cümləsində biz bu xüsusiyyəti görmüş olmuruq. Üçüncü cümləmiz hansı olacaq? Sual əvəzlikləri vasitəsilə. Əvəzliyi. Aha. Məsələn, deyirik ki, sən haraya gedəcəksən? Burada da gördüyümüz kimi sual əvəzliyi vasitəsilə biz sual cümləsi yaratmış olduq ki, bu cümləni də adi nəqli cümlə çevirmək qeyri-mümkün olacaq. Deməli, yoldaşlar, biz gördük ki, sual cümləsini 3 yolla yarada bilərik. Birinci, intonasiya vasitəsilə, ikinci, sual ədatı vasitəsilə, üçüncü isə sual əvəzliyi vasitəsilə. Bir də ola bilər ki, bunların hamısı, belə deyək də, bir cümlənin daxilində gələ bilər. Bu cümlələrə biz nə deyirik? Kompleks sual cümləsi. Kompleks sual cümləsi deməli nə oldu? Bütün bu variantlardan istifadə olunarsa, yəni bir cümlənin tərkibində həm sual ədatı, həm sual əvəzliyi olarsa, təbii ki, sual intonasiyası da olmalıdır. Biz bu cümlələrə deyəcəyik kompleks sual cümləsi. Məsələn, bəs sənə nə dedi? Bəs sənə nə dedi? İntonasiya bir mənalı şəkildə olmalıdır. Yəni, bir sual cümləsi varsa, orada sual intonasiyası olacaq. Burada baxırıq ki, bizim ədatımız işləndi. Burada isə nə sual əvəzliyi işləndi. Yəni, hər üç vasitədən biz istifadə etdiksə, bu cümləyə kompleks sual cümləsi deyirik. Bundan başqa, sual cümlələrin məqsədləri də bir qədər fərqli olur. Belə deyək, birincisi olacaq tamamilə məlumatsız olduğumuz bir hadisə haqqında məlumat almaq. Bunu adətən biz sual əvəzlikləri ilə görmüş oluruq. Dedik ki, o nə vaxt gələcək? O nə vaxt gələcək? Bir də ikinci tipimiz var ki, yəni ikinci işləmə məqsədi var ki, əlimizdə olan bir məlumatı dəqiqləşdirmək istəyirik. Deyirik ki, o sabah gələcək. Artıq burada görürük ki, intonasiya vasitəsilə biz cümlə yaratmış olduq və burada əlimizdə olan məlumatı dəqiqləşdirməyə çalışırıq. Ancaq yuxarıda, yəni sual əvəzliyi vasitəsilə yaranan sual cümləsində isə tamamilə məlumatsız olduğumuz bir cümlə haqqında, daha doğrusu məlumat, belə deyək, əlimizdə bir məlumat yoxdur, tamamilə məlumatsızlıq və onun haqqında bir məlumat əldə etmək istəyirik. Bu nə zaman baş verir? Sual cümləsi sual əvəzliyi ilə yaranarsa. Bir də deyirik, sual cümləsi sual əvəzliyi vasitəsilə yaranarsa, tamamilə məlumatsız olduğumuz bir cümlə haqqında, bir anlayış haqqında məlumat almaq istəyirik. Yox, intonasiya ilə yaranarsa, əlimizdə olan məlumatı dəqiqləşdirməyə çalışırıq. Yəni, dəqiqləşdirmək məqsədi ilə sual vermiş oluruq. Bir də ritorik sual deyə, ritorik sual və yaxud da bədii sual da deyə bilərik. Bədii sual. Bu, eyni zamanda bədii üslubun da bir göstəricisidir. Nə deməkdir ritorik sual və yaxud da bədii sual? Cavab tələb etməyən suallar. Yəni, əslində, cümlənin özü cavab şəklində olur. Xüsusi bir kimdənsə cavab eşitmək, cavab almaq məqsədli işlədilmir bu cümlələr. Məsələn, deyirik ki, İnsanlıq hara gedir? Görəsən insanlıq hara gedir? Burada sual müəllifinin məqsədi kimdənsə cavab almaq deyil. Sadəcə insanların sonunun yaxşı yerə getmədiyini vurğulamağa çalışır. Burada xüsusi olaraq kimdənsə biz belə deyək də cavab gözləmirik, kimdənsə cavab almaq istəmirik. Bu tipli sual cümlələrinə biz nə deyirik? Bədii sual və yaxud da ritorik sual. Yəni, qeyd edək, bu tip sual cümlələri bədii üslubun xüsusiyyəti, bədii üslubun göstəricisi kimi hesab olunur. Və yaxud da deyilir ki, ayrılarmı könül candan? Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan. Burada da təbii ki, biz
Azərbaycana xitab edirik. Durub Azərbaycandan cavab istəmirik burada. Ayrılar mı könül candan? Demək nə? Yəni könül candan ayrılmaz deməyə çalışıb müəllif. Bu tipli nümunə nə hesab olunur? Bədii sual. Bu da sual cümlələri haqqında məlumatımız oldu. Üçüncü cümlə tipimiz əmr cümlələridir ki, əmr cümlələri. Əmr cümlələri mən deyərdim ki, bizi çaşdıra biləcək cümlə tiplərindəndir. Yəni nəqli cümlələrdə o qədər də çaşdırıcı məqamlar yoxdur. Sual cümlələrində də bir qədər diqqətli olsaq hər şey əslində məlumdur. Əmr cümlələrində bizi nə ilə çaşdıra bilər? Deməli, əmr cümləsi nədir? Yalnız fiili xəbərli olur. Və bu fiili xəbərimiz yalnız əmr şəklində olur. Yəni, digər bir variantda əmr cümləsi görə bilmərik. Nə təsriflənməyən feillə, nə isimlə, sifətlə. Yəni, isim xəbərli olma ehtimalı yoxdur. Eyni zamanda da yalnız feilin əmr şəkli ilə ifadə olunmalıdır. Məsələn, deyirik ki, biz də gedək. Biz də gedək. Sonda da nöqtə işarəsindən istifadə edərik. Biz də gedək bir əmr cümləsidir. Feilimizə biz baxırıq ki, gedək həqiqətən də birinci şəxsin cəmrinin əmr şəklidir. Ümumiyyətlə, əmr cümləsi dedikdə biz yalnız kiməsə əmr vermək, göstəriş verməyi nəzərdə tutmalı deyilik. Əmr cümləsi xahiş məqsədi ilə, nəsihət məqsədi ilə, arzu, istək, yalvarış məqsədi ilə işlədilə bilən bir cümlədir. Bizə burada lazım olan nədir? Sırf qrammatik cəhətdən cümləyə yanaşmaq. Yəni, belə deyək də, məna cəhətdən yanaşmaq hardasa bizi çaşdıra bilər. Çünki bütün əmr cümlələrinin məzmununda əmr yoxdur. Məsələn, deyirik ki, ey ulu Tanrı, bizə kömək ol. Ey ulu Tanrı, bizə kömək ol. Burada təbii ki, bir əmr məzmunu yoxdur. Əksinə yalvarış, arzu, istək, xahiş məzmunu var. Ancaq cümləmiz nə hesab olunacaq? Feilimiz əmr şəklində olduğuna görə cümləmiz də əmr cümləsi hesab olunur. Yəni, əmr cümlələrində sırf qrammatik cəhətdən baxmaq lazımdır. Bizi nə cür çaşdıra bilərlər? Cümləmizi verir feilin vacib şəklində. Sən də bura gəlməlisən. Bu cümlənin məzmununda bayaqki cümlədən, yəni ey ulu Tanrı, bizə kömək ol cümləsində o qədər də əmr məzmunu yoxdur, amma bu cümlədə əslində məzmun olaraq görürsünüz, sən də bura gəlməlisən. Deyiliş şəklində filan bir əmr məzmunu olsa da, qrammatik cəhətdən biz baxırıq ki, malı-məli şəkilçisi, yəni feilin vacib şəkli olduğu üçün cümləmiz əmr cümləsi hesab olunmur. Yenə qeyd edirik. Əmr cümləsinin xəbəri yalnız feilin əmr şəklində olmalıdır. Bu qədər. Əmr cümlələrin bəzi tipləri var ki, biz onu sual cümləsinə çevirə bilirik. Bəziləri var ki, sual cümləsinə çevirə bilmirik. Yəni, testlərdə diminlə müraciət etdiyim mövzulardan biridir bu. Məsələn, deyək ki, sən yanıma gəl. Bu cümləni biz sual cümləsi kimi düşünə bilmərik. Yəni, sən yanıma gəl. Bu tipli intonasiya bu cümlə ilə uyğun deyil. Yəni, məntiqi cəhətdən səhvdir. Ona görə də bu cümləni bir sual cümləsinə çevirmək olmaz. Cümləmiz əmr cümləsidir. Nə nəqli cümlə kimi düşünə bilərik, nə sual cümləsi kimi düşünə bilərik. Bunlar mümkün deyil. Bir də deyək ki, biz gələk. Cümləmiz əmr cümləsi olsa da, yəni nöqtə qoymuşuqsa sonunda bu əmr cümləsidir. Yox. Sual işarəsindən istifadə etsək, biz gələk, artıq intonasiya vasitəsilə yaranmış sual cümləsinə çevrilmiş olar. Ümumiyyətlə, hər hansısa bir əmr cümləni biz sual cümləsinə çevirə bilərik bəzi hallarda. Məsələn, yuxarıda gördük ki, mümkün deyil. Ümumi qaydadan danışırıqsa, əmr cümlələrini bəzən sual cümləsinə çevirmək olur, bəzən nida cümləsinə çevirmək olur. Məsələn, burada nida işarəsindən istifadə etsək, cümləmiz olacaq nida cümləsi. Eləcə də aşağıda. Nida işarəsindən istifadə etsək, yəni cümləmiz olacaq nida cümləsi.
Ancaq hər hansısa bir əmr cümləsini nəqli cümləyə çevirmək olmaz. Eləcə də hər hansısa bir nəqli cümləni əmr cümləsinə çevirmək mümkün deyil. Aha, dördüncü cümləmiz olacaq nida cümləsi. Nida cümləsi hiss və həyəcanla bağlı olan cümlələrdir ki, nida cümlələri də əslində fərqli yollarla düzəlir. Biri var intonasiya və ikinci yolumuz köməkçi nitq hissəsi olan nidaların vasitəsilə, nidalarla. Aha. Birinci cümləmizə nümunə kimi biz yazaq. Hamı tez haraya gəlsin. Hamı tez haraya gəlsin. Cümləmizin artıq sonunda biz nidadan istifadə edərəksə, bu bir nida cümləsi hesab olunmuş olacaq. Xəbəri feilin əmr şəklində olsa belə, intonasiyadan asılı olaraq cümləmiz nida cümləsi hesab olunacaq. Bir də qeyd edə bilərik ki, məsələn, nidaların vasitəsilə yaranan nida cümləsi yaratmaq istəyiriksə, məsələn, ay aman, gör nələr oldu. Ay aman, gör nələr oldu. Artıq burada da biz görürük ki, sırf nida, köməkçi nitq hissəsi olan nida cümləsinin yaranmasında birbaşa olaraq çıxış etmiş oldu. Yəni gördüyümüz kimi həm intonasiya vasitəsilə cümlə yaratdıq, nida cümləsi, həm də nida köməkçi nitq hissəsi olan nidanın köməkliyi ilə biz nida cümləsi yaratdıq. Bundan başqa, nida cümlələrində belə deyək də, nida işlənən bütün cümlələrimiz nida cümləsi deyil. Köməkçi nitq hissəsi olan nidadan söhbət gedir. Nədə ki, bütün nida cümlələri nidaların vasitəsilə yaranmır. Yuxarıda gördüyümüz kimi, məsələn, birinci cümlədə bir nida yoxdur. Eləcə də tərkibində nida olan bütün cümlələrdə nida cümləsi hesab olunmur. Məsələn, ey dostlar, kimdir günahkar? Ey dostlar, kimdir günahkar? Baxırıq ki, biz burada həqiqətən də köməkçi nitq hissəsi olan bir nidamız var. Yəni cümlənin tərkibində nida var, ancaq cümlə sual cümləsidir. Həqiqətən də görmüş olduq ki, tərkibində nida işlənən bütün cümlələrə biz nida cümləsi deyə bilmərik. Belə mövzu ətrafında imtahanlarda düşə biləcək məsələlərə toxunmağa çalışdıq. Ümidvaram ki, qaranlıq məsələlərin hamısını aydınlığa çıxara bilmişikdir. Diqqətiniz üçün təşəkkür edirəm.